Hörmətli izləyicilər, bu bizim otaqlardır. Canlı şəkildə divarlarda, yerlərdə söküntü işləri gedir. Yer laminatdır, sökülüb, divarlar naseçka olunur. Hal-hazırda divarları naseçka edib şpaqlovkaya hazırlayılır. Burada da yerdir. Yer sökülür, istipol olacaq, koridordur. İki katlı binadır. Birinci katı, ikinci katı koridorlar istipol olacak. Yerler kırılır ve söküntüye istipola hazır olur. Canlı şəkildə sizə təqdim edirəm. Bu da bizim banyadır. Otaqdan banyaya kapı açılır. Kapı yeridir. Bu da banyadır. Banyanın divarları, kafeller hamısı söküldü. Yeniden bərpa olunub sıvaq olacaq və üzərinə kafel qoyulacaq. Eyni zamanda santexnik çəkiləcək. Hal-hazırda ikinci kata çıxırıq. Bu ikinci katın nərdivanıdır. Nərdivanlarda mərmərlər söküldü. Yeniden bərpa olunacaq. Hal-hazırda ikinci katta yerler sökülür. Canlı şəkildə baxa bilərsiniz. Yerde beton sökülür. Divarda kafeller söküldü. Divarla otağın arası açıldı. İkinci katın görünüşüdür. Yerlerde laminat söküldü. Koridorda yine həmçinin beton söküləcək, istipol çəkiləcək. Bu odalardır. Otaqlarda tavanlar söküldü. Yeniden alçıman vurulacaq. Canlı şəkildə sizə təqdim edirik. Bu da otaqlarda olan, divarlarda olan aboy kağızlarıdır. Sökülüb yeniden bərpa olunacaq. Hal-hazırda bu otaqdan o bir koridora yeni kapı yeri açtı. Görürsünüz. Ehtiyacınız olursa müraciət edə bilərsiniz. Kapı yerləri beton olsun, kubik olsun, fərqi yoxdur. Bütün aletlerimiz var yani. Bu da bizim banyadır. Banyadan yine söküntü oldu. Tavan söküldü, divarlar söküldü. Yeniden santexnik işi yapılıb. Sıvağı yapılıp yeniden kafeli vurulacaktır. Bu da banyadan otağa geçici bir kapıdır. Kapının yerini açmışıq. Görüntüler heç bir internetten götürülməyib, canlı şəkildə gedişatı görürsünüz.
öz xidmət qrupumuzla iştirak edirik. Ehtiyacınız olarsa müraciət edə bilərsiniz. Sağ olun, dəyərli zamanınıza görə təşəkkür ederim.